sensiz. Balayım aram sensiz, gülü dərmərəm sensiz. Balda quzum eləsə, bil ki o mənəm sensiz. Balda quzum eləsə, bil ki o mənəm sensiz. Dilbərim, dilbərim, gəl gəl ahu balası, uca dağlar arası. Acel gelen alan seni susun kalan. Özüm geden selamma ki sesin kalar, sesin kalar, sesin kalar. Dilberim, dilberim, gel gel ahu balası, uca dağlar arası. Dilberim, dilberim, gel gel ahu balası, uca dağlar arası. Aman aman aman, uca dağlar arası. Əziz detektivlər, sizin son təxminlərinizi eşitmək istəyirəm. Kamilə xanım, tanışasınız, şokdasınız. Bacarırsınız da siz bunu etməyə. Yenə şokda, yenə həyəcanlı, yenə həssas, yenə sevgi dolu. Bravo Qırat. Sağ olsun tamaşaçılar mənə kömək eləməyə çalışdılar. Zaldan bravo Qırat. Başqa sənə nə deyək? Onsuz da özün bilirsən, onsuz da tamaşaçılar bilir. Çoxlarının və hamının qəlbini fəth etməyə bacarmısan. Nə desək azdır, sən doğrudan da əsl Qıratsan. Madam Babayeva, siz ad söyləmədiniz, təxmin demədiniz. Hə, mən ad söyləmədim. Yəni elə dediyimiz kimi biz elə hərrəndik, fırlandıq. Ya Fəxri, Fəxrinin yanında İlkin Dövlətov adı var idi. Fəxriyə oxşamadı amma indi. Yox, Fəxriyə heç oxşamadı. Kim? Deyirsiniz İlkin də elə. İlkindir ya. İlkindir. İlkin Dövlətov. Faiq Ağayev. Detektivlər donub qalmışsınız, bilirəm. Bax, mənə çox maraqlıdır ki, bu ümumi tendensiyadırmı? Bu yad planetli çıxışı vaxtında mən bir daha bu suala qayıdacağım. Bütün bugünkü iştirakçılar bəyaları çox xoşuma gəldi. Həmkarım Murad Arifin ifadəsi maskasız səslə artıq oxuyurlar. Yəqin bilərəkdən ki, yaxşı finala gəldim, indi siz başa düşəcəksiniz mən kiməm. Mesajı verirlər, nədir? Anlamıram, amma mən açıq aydın yeri gəlmişkən belə abu-havaya öyrəncəli bir insandır Qırat. Çünki Avrovision'da elə orada da muğam oxudu, Fəxri ilə bir yerdə. Və bu, bax, belə böyük layihə abu-havasına öyrəncəlidir. Amma açıq aydın satdı səsini, İlkin Dövlətov səsini tanımamaq üçün biz gərək kar olaydı. Nigar Camal, mikrofonu götürmüşsünüz və sizinlə davam eləyək. Mən ümumiyyətlə demək istərdim ki, çox fəxr edirəm ki, bizim belə gənc müğənnilərimiz var.
Bax, belə məhz müğənnilərə dəstək olmaq lazımdır. Belə müğənniləri dinləmək lazımdır. Başqaları, yəni başa düşürsünüz də nə deyirəm. Hə. Və mən də düşünürəm ki, bu İlkin Dövlətov bizə Eurovision'da təmsil edən Coşkun Rəhimov, buyurun. Bütün kartlar açıldı. Niye? Çünkü bugün finaldı. Ama yeganə maskadır ki, yeganə maskalardan biridir ki, çox hazırlıqlı, çox məsuliyyətlə bax bu proyektə, bu şoya gələn iştirakçımızdır Qırat. Biz sənə ona görə təşəkkür edirik ki, sən bu məsuliyyəti hiss edirsən və layiqincə şounu təqdim edirsən tamaşaçıya. Sən gəncsən, sevilirsən, səsin də çox bəyənilir. Sağ ol ki, finala kimi gəldin. Həmişə, həm sənətdə, həm həyatda dövlətdə olasan. İlkin Dövlətov. Teşekkürler. Murat, sizi eşideyim. Çox Səsiniz uzun danışmaq gəlsin. istəmirəm, amma o qədər söz var ürəyimdə. Mən məxsusi olaraq Qırat və Pələng üçün İTV-yə təşəkkür edirəm. Çünki mən təəccüblənməyi sevirəm. Və özəlliklə bu iki maska bizi müxtəlif və fərqli adlara apardığı üçün, bizi təəccübləndirdiyi üçün Qırat və Pələngə təşəkkürümü bildirmək istəyirəm. Qırat zənnimcə çox işlədi bu layihədə. Keçmədiyi yollardan keçdi. Etmədiyi şeyləri etdi. Ay Allah, Şirin. Özünü fəda etdi və finalda halal yerindədir. Təşəkkür edirəm. İlkin. İlkin bilir ki, mən onu sevirəm. Amma mən onu sevmək üçün yeni bəhanələr gözləmirdim, yeni səbəblər gözləmirdim. Maska bu bəhanələri verdi. İlkin Dövlətov'da değil. Murat Arif, değerli detektifler, derin teşekkürümüzü bildiririk. Qıratımızı yola salırıq. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Qırat maskası arxasında kimdir?